İnsan başqa bir məqsəd üçün yaşamamalıdır. Bu məqsəddən başqa hər nə varsa insandan aşağıdır. Hər nə varsa. İnsan Allah üçündür, Allah insan üçündür. İnsan Allahdan başqa hər nəyə tərəf gedirsə, özündən aşağı şeyə tərəf gedib və öz dəyərini əldən verib. Heç nə insan dəyərində deyil. Allah insanın müştərisidir. İnnəllâhe iştərâ. Müştəri sözün özündən çıxartmadım. Quranda deyir, Allah möminlər üçün müştəridir. Onların ruhunu alır. Bu ruhun müştərisi Allahdır. Dünyaya satsan, öz əhlinə satmamısan, ziyan eləmişsən. İnna lillah və inna ileyhi raciun. Biz Allah'ınıq, Allah üçünük, Allah'tanıq və ona sarı dönəcəyik.